3 Mart 2026-cı ildir və həftənin çərşənbə axşam günüdür dəyərli izləyicilər. Əhaliyə buna görə pul verilə bilər. Gözlənti var və bu gözləntini mən də sizinlə bölüşmək istəyirəm, amma bundan sonraki xəbərlərdən xəbərdar olmaq üçün lütfən kanalımıza abunə olun. Sağdakı üstəgəl işarəsini görürsünüzsə, oranı bir tıklayın, abunə olun ki, bundan sonra bütün son dəqiqə xəbərlərindən xəbərdar ola bilərsiniz. Bəli, nəyə görə pul verilə bilər, gözlənti nə ilə bağlıdır və bu nə zaman verilə bilər? Ötən əsrin sonlarında dövlətin verdiyi qiymətli kağızları, yəni özəlləşdirmə payları, əllərində qalan 100 minlərlə vətəndaş var. Siz onların içərisindəsiniz, lütfən yazın şərhlərdə. Bu vətəndaş adından Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlanan müraciətə deputatlar tərəfindən reaksiyalar davam etməkdədir və Milli Məclis üzvləri vətəndaşların tələblərinin haqlı olduğunu vurğulayır, problemin qısa müddətdə yerinə yetirilməsini zəruri hesab edir və bu yöndə hökumətə də çağırış ünvanlayırlar. Qeyd edək ki, dövlətin qiymətli kağızının dövriyyədə ödəmə vasitəsi kimi müddətinin qanunsuz olaraq 2011-ci ildə dayandırılmasından narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər. Və indi nə baş verir? İqtisadi Məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, dövlət müddəti vaxtı ilə bir neçə dəfə uzadı və bu məsələ ilə bağlı vətəndaşların bir qismi deyir, mənə də müraciət edib və məndən də narazı qalıblar. Birincisi, dövlət vaxtı ilə müddəti bir neçə dəfə uzadıb, kimsə çatdırmayıb, hər dəfə də bildiriblər ki, gedin həll edin, bundan istifadə edin. Yəni, bu özəlləşmə çeklərinin müəyyən müddəti var idi və dövlət həmin müddəti bir neçə dəfə uzadıb və axırıncı dəfə də deyilib ki, bundan sonra artıq uzadılmayacaq. Yəni, 2011-ci ildə üstündən düz 15 il keçib və bu xeyli bir müddət deməkdir. Hüquqşünas qeyd edib ki, yenidən müddətin uzadılmasını tələb edirlər və bunu 100 minlərlə vətəndaşın problemi kimi də təqdim edirlər. Lakin onun fikrincə söhbət 100 minlərlə vətəndaşdan yox, ola bilsin ki, 100 minlərlə çekdən gedir. Bu isə o demək deyil ki, bütün çeklər ayrı-ayrı şəxslərin əlindədir. Yəni, birincisi prinsip olaraq deyir, dövlət nəyəsə müddət qoyursa və sonra hər dəfə onu uzadırsa, insanlar hər dəfə ümid edirlər ki, istənilən halda dövlət yenə vaxtı uzadacaq. Nəticədə insanların aktivliyi də demək azalır. Bu bir. İkincisi, dövlət də, hökumət də işini planlaşdıra bilməyəcək və ikinci məsələ də budur ki, bu həmin fəaliyyəti vaxtında həyata keçirənlərə qarşı da haqsızlıqdır. Məsələn, götürək o çekləri. Həqiqətən də vaxtı ilə dövlət müddət verib və insanlar da gedib istifadə ediblər. Ola bilər ki, bunu o qədər də effektiv, özlərini ən sərfəli formada eləməyiblər. Amma indikilər əgər onlara yenidən imkan verilsə, həmin şərtlərdən daha səmərəli istifadə edə və daha çox aktivdir əldə edə bilərlər. Bu da vaxtında istifadə edənlərə qarşı ədalətli deyil, deyir hüquqşünas. Amma bütün hallarda gözləntilər var və maraqlıdır ki, ehtimal etmək olar ki, müəyyən şəxslər çekləri saxlayıb və yenidən müddət veriləcəyi halda onları dövriyyəyə buraxmağa çalışa bilərlər. Mən konkret kimisə də ittiham etmirəm, amma belə bir risk var və bu dövlət üçün təhlükəli vəziyyət yarada bilər. Hüquqşünas hesab edir ki, müddətin yenidən uzadılması çağırışlarının arxasında hər zaman saf niyyət dayanmır, bunu nəzərə almaq lazımdır. Amma o əlavə edib ki, dövlət büdcəsinin kifayət qədər problemləri olduğu bir vaxtda dövlət əmlakının faktiki olaraq pulsuz şəkildə yenidən paylanması iqtisadi baxımdan da məqsədə uyğun deyil, amma insanların müraciətləri artarsa, istifadə edilən çeklərin sonradan məhv edilib edilmədiyi, dövriyyədən çıxarılıb çıxarılmadığı barədə də aydın və şəffaf statistika yoxdur, amma insanlar ümid edirlər, gözləyirlər. Bu müraciətlərin nəticəsi isə təbii ki, diqqəti cəlb edir. Siz də yazın, sizin də belə bir çekləriniz varmı?